Salam hörmətli izləyicilər. Siyasi baxış izləyənlərin vaxtı xeyirli olsun. Mətbuat cəmiyyətin aynası, ictimai fikrin formalaşmasında mühüm rol oynayan ən təsirli vasitələrdən biridir. Zaman keçsə də, informasiya məkanında yeniliklər baş versə də, jurnalistikanın əsas xüsusiyyətləri, operativlik, dürüstlük və peşəkarlıq öz aktuallığını qoruyur. 22 iyul Azərbaycan milli mətbuatının təməl daşı hesab edilən Əkinçi qəzetinin nəşrinin ildönümüdür. Bu əlamətlər gün münasibəti ilə mətbuatın cəmiyyətdəki rolu, söz azadlığı, peşəkar jurnalistikanın inkişafı, medianın qarşısında duran müasir çağırışlardan danışacağıq. Mövzu ətrafında fikirlərini bizimlə bölüşmək üçün Milli Məclisin deputatı Azər Allahveranov studiyamızın qonağıdır. Azər müəllim, xoş gördük. Xoş gününüz olsun. Azər müəllim, ilk öncə belə başlayaq. Milli Mətbuat Gününün Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir? Könül xanım, ilk öncə elə sizin sözünüzə qüvvət, mən sizi təbrik edirəm. Milli Mətbuat Günü münasibəti ilə və sizin timsalınızda bütün İki Sahil TV-nin əməkdaşlarının bütün kollektivini və İki Sahil qəzetinin də o cümlədən başda Vüqar müəllim Rəmzadə olmaq şərti ilə. Həqiqətən hesab edirəm ki, çox əlamətdar bir gündür. Çünki indi bildim, cəmiyyətimizdə peşələr çoxdur. Amma mətbuatın və jurnalistikanın özünə məxsus bir yeri var. Siz bir qədər əvvəl giriş sözünüzdə qeyd elədiniz. Orada üç xüsusiyyətə diqqət yetirdiniz. Operativlik, dürüstlük və peşəkarlıq. Mən deyərdim ki, bəli, həqiqətən də həm operativlik baxımından Azərbaycan mətbuatı bugün kifayət qədər bir dinamik, bir müstəvidə öz fəaliyyətini sərgiləməkdədir. Dürüstlük, bu da çox olduqca vacib və istənilən halda doğru sözün insanlara çatdırılması, düzgün tərzdə çatdırılması. Yəni, ilk baxışdan ola bilər ki, hamı eyni sözdən danışır, amma onu təfərrüatı ilə və bilavasitə insanların maraqlarına cavab verəcək tərzdə çatdırılması, bu da olduqca vacibdir. Xüsusilə də indiki şəraitdə, misal üçün, biz tez-tez bu sosial media üzərindən, nə bilim, TikTok və digər platformalar üzərindən görürük, hansısa bir hamının bildiyi bir məlumatı tamamilə bir fərqli kontekstdə cəmiyyətə ötürməklə öz aləmlərində IP qazanırlar, reyting qazanırlar, bəlkə də maddi vəziyyətlərini bir qədər də yaxşılaşdırmış olurlar, amma bir qədər də dərindən baxanda görürük ki, burada sözün əsas mənasında bir informasiya sabotajı baş verir. Çünki insanları çaşdırır. Onun beynəlxalq münasibətlər sistemində çox maraqlı bir söz var, hərdən mən də ona müraciət edirəm. İnsinuasiya deyirlər buna. Yəni, insanları çaşdırmaq, yanlış yoldan aparmaq. Bu kimi cəhdlər də olur. Yəni, bizim mətbuatımız nə qədər, mediamız nə qədər güclü olursa, jurnalistikamız nə qədər peşəkar olursa, bunun qarşısını ala bilir və bu bir əbədi müharibə kimi, mübarizə kimi özünü göstərir. Misal üçün, ayrı-ayrı tarixi hadisə, belə biz hadisələrə nəzər yetirdikdə, dönəmlərə baxdıqda, mən misal indi sizlə danışa xatırlayıram, çünki yadıma düşür ki, elə ilk dəfə də mənim televiziya kanalına çıxmağım bu təsadüf elədi 1992-ci ilin may ayına. Onda Azərbaycan televiziya kanalına məni ilk dəfə canlı yayıma, günün xəbərləri o saat 20:00-da yayımlanırdı. İlk dəfə efirə onda çıxartdılar məni. Ona qədər isə mənim mətbuat konferanslarım olmuşdu. Rusiyada təhsil aldığım dönəmdə televiziya kanallarımla təmasım olmuşdu. Amma milli televiziyada ilk dəfə 1992-ci ilin may ayında olmuşdum. Hətta bir müddət mənim yadıma düşür, deməli Azərbaycan-Türkiyə agentliyi deyilən bir agentlik var idi, bir informasiya agentliyi, bəlkə də xatırlayırsınız. 90-cı illərin əvvəllərində deməli Tatarstan üzrə, mən orada Tatarstanda tələb olduğum üçün həmən bu ATAN-ın, yəni Azərbaycan-Türkiyə agentliyinin bir bölgə müxbiri idim. Sonra məndən sonra orada başqa bir Gürcistan əsli bir Azərbaycanı təmsil elədi həmin agentlik. Çox sıx təmasda media ilə biz belə çox yaxından işləmişik. Sonra bir müddətdə də yadıma düşür ki, Azər Kərimli adı ilə də mənim yazılarım çıxırdı, silsilə yazıları. Və Kaspia qəzetində, bir neçə qəzetlərdə mütəmadi olaraq, hətta özümüzün təsis etdiyimiz bir informasiya agentliyi də var idi. Bugün də işləyir, o daha müstəqil. Azər Kərimli adından niyə? Azər Kərim, atamın adı Kərim idi. Yəni, bunu götürmüşdüm özümə ləqəb olaraq kimi, yəni Kərimli. Amma ki, belə Allahveranov kimi yox da. Hətta bir neçə müsabiqənin qalibi olmuşdum, yadıma düşür. O vaxtda da deməli bizi dəvət eləmişdilər. Mən Azər Kərimli kimi qalib gəlmişdim müsabiqədə və müsabiqədə jüridə oturanlar birdən baxırlar ki, Azər Kərimli, elə bilirlər mən qonaq kimi gəlmişəm. Deyirlər ki, bəs filan yerə layiq görüldü Azər Kərimli. Mən qalxıram, yağa deyirəm, sənsən. Yəni, deyirəm mən idim, heç bilmirdilər ki, Azər Kərimli kimdir.
Sonra o mətbuatdan uzaqlaşandan sonra mən artıq tədqiqatları və s. Azər Allafiranov kimi kitablar hamısı bu adla getdi. Necə var? Yəni demək istədiyim odur ki, dürüstlük bu mütləqdir. Yəni insanlara düzgün məlumatı çatdırmaq olduqca vacib və bu da peşəkarlığı mütləq tələb edir ki, insan peşəkar olmalıdır. Bu üç çox vacib xüsusiyyət bu olmalıdır. Amma bir də başqa bir çox önəmli bir məsələ var. Axı əkinçi necə yarandı 1875-ci ildə? Sırf maarifçilik məqsədi ilə yarandı. Yəni böyük sayda insanları maarifləndirmək, insanların təfəkkürünə, zəkasına, düşüncə tərzinə, idrakına bir növ işıq salmaq məqsədi ilə yaradıldı və onun üzərində də sonra bir neçə jurnallar da təsis olundu və sırf bu məqsədlə ki, insanları maarifləndirmək missiyasını elə bir ki, sanki özlərinə götürdü. Amma zaman dəyişdikcə və biz mətbuatın da rolunun dəyişdiyini gördük. Misal üçün, indi bugün çox əminliklə, rahat şəkildə biz deyə bilirik ki, bugün media həm də bir ideoloji bir report funksiyasını yerinə yetirir. Yəni, hara baxsaq görəcəksiniz ki, burada ideoloji elementlər çoxdur. İndi bəzi hallarda bir qərəzli, belə səpkidə öz fəaliyyətini quranlar da var. Misal üçün, biz qərb mediasında Azərbaycana münasibətdə bunu tez-tez görürük. İndi öz cəmiyyətlərinə necədirsə o başqa bir məsələ. Amma o qərəzçilik və hansısa bir ölkəni hədəfə almaq, bu artıq tamam başqa merkantil maraqlardan irəli gələn və həmin medianı maliyyələşdirən strukturların sifarişindən asılı olan bir məsələdir və biz bundan çox məyus oluruq. Axı bizim mediaya biz diqqət yetirikdə biz həmişə ədalətli olmaq məsələsini biz həmişə ön plana çəkirik. Amma bizə qarşı ədalətlidirlərmi? Yox. Bax, bu baxımdan da düşünürəm ki, elə biz informasiya deməli blokadasının 90-cı illərin əvvəllərində öz fəaliyyətimizlə yaran zaman biz həm də bax bu ədalətsizliklə üz-üzə qalmışdıq. Yenicə bir ideoloji bir şineldən çıxmış bir dövlət, yenicə müstəqilliyini qazanmış. Biz informasiya savaşında, hamısının dırnaq arasında deyək bunu, hərçənd ki, savaşda elə informasiya müstəvisində bu var idi. Biz hər döyüşdən döyüşə təkmilləşərək, hər döyüşdən döyüşə peşəkarlaşaraq biz artıq o informasiya savaşını belə uğurlu şəkildə apara bilirdik və informasiya blokadasını yarırdıq. Misal üçün, mən xatırlayıram ki, bizim elə fəaliyyətimiz nəticəsində ilk dəfə Xocalı soyqırımı barədə Rusiya Federasiyasında məlumatı yayan biz olduq. Yəni, bununla bağlı mətbuat konfransı keçirdik bir neçə dildə və çox böyük bir sonra baskılara da məruz qaldıq. Buna görə müxtəlif strukturlar tərəfindən təzyiqə də məruz qaldıq, amma tab gətirdik buna. Və bizim mediamızın da ən güclü tərəfi tab gətirməkdir və biz artıq o dönəmdə bir neçə televiziya kanallar vardı, özəl televiziya kanallar da vardı belə və mən görürdüm ki, həmin o informasiya savaşının içində bizim media göz görə-görə peşəkarlaşır və nəticə etibarilə biz artıq 2026-cı ildə Milli Mətbuat Gününün 151 illiyini qeyd edirik və bugün nə deyə bilirik? Bugün bizim mediamızın üzərində çox böyük bir maarifçilik bir missiyası bu artıq necə ki 1875-ci ildə olmuşdu, bugün də bu özünə açıq-aşkar göstərməkdə. Misal üçün, bu 4-cü Şuşa Qlobal Media Forumu keçirildi və Şuşa şəhərində bu deməli tədbir keçirilən zaman cənab prezident elə medianın suallarını cavablandırarkən faktiki olaraq Azərbaycanın media sahəsində dövlət siyasəti nədən ibarətdir? Bu bir tərəfdən ölkəmizin xarici siyasət kursunun əsas o prioritetləri nədir? Digər tərəfdən və bir başqa bir tərəf də həm də bir növ bizim media üçün bir ona yol xəritəsi deyək. Bax, bu yol xəritəsinin də cızmış oldu cənab prezident öz çıxışı ilə ki, bizim media hansı səpkidə, hansı məsələlərə xüsusi olaraq diqqət yetirməlidir. Çünki 44 günlük Vətən müharibəsi faktiki olaraq onu göstərdi ki, çox güclü media ilə silahlanan cəmiyyət öz haqq sözünü qoruya bilir. Və həmin 44 günlük Vətən müharibəsində də bizim media subyektləri, yəni fərqi yoxdur, bu saytdır, televiziya kanalı idi, bu hansısa bir qazet müxbirləri idi, bölgə müxbirləri,
bir neçə dildə, yəni çox operativ qaydada cəbhə bölgəsində gedən hadisələr barədə məlumatı dünyaya çatdırmaqla nəticə etibarilə birincisi həmin o informasiya baskısının qarşısını almağa nail oldular. Həm də ki, digər tərəfdən də misal üçün biz 90-cı illərin əvvəllərində uzun müddət biz Xocalı soyqırımı, Malıbəyli, Başlıbel, digər soyqırımları barədə biz haqq sözümüz, Qərbi Azərbaycanda baş verən etnik təmizləmə barədə biz heç nə deyə bilmirdik. Çünki bizim əlimizdə o resurslar yox idi. Baxmayaraq ki, şahid ifadələri var idi. Baxmayaraq ki, mənim yadıma düşür, bu 28 may metrosunda bu dəmir yolunun yanında Qərbi Azərbaycandan didərgin salınmış və fiziki o zorakılıqlara məruz qalmış insanlarla bizim jurnalistlər müsahibələr götürürdülər və onu da operativ qaydada yaymaq imkanları yox idi. Yəni, bir tərəfdən o yayılmalı olan sözlər, yəni hansı ki, biz bir qədər əvvəl dedik ki, Qərb mətbuatı gəlib burada o haqlı olan tərəf Azərbaycanın sözünü çatdırmalıdır. Biz bunu da görmürdük. Özümüzün də təşəbbüslərimizin qarşısını həmən müxtəlif yollarla almağa çalışdıq. Yəni, haqlı olduğumuz halda bizi haqsız bir duruma salırdılar. Nəyə görə? Çünki biz tam blokada şəraitindəydik. Amma 44 günü Vətən müharibəsində biz bunun əksini gördük. Əksini onda da gördük ki, misal üçün Ermənistan mediası tamamilə fərqli bir məlumatlar yaydığı bir halda cəbhə bölgəsində baş verən hadisələr, xüsusilə də bizim mülki şəhərlərin atəşə məruz qalması, qəbristanlıqların vurulması, insanların kütləvi şəkildə yığışdığı yerlərə raketlərin, özü qadağan olunmuş raketlərdən istifadə olunması, bax, bu informasiyanı tez bir zamanda hazırlayıb, toplayıb, emal olub və mediaya çatdırılmasında bizim jurnalistikanın çox böyük rolu oldu və təbii ki, burada eyni zamanda Türkiyəni də xüsusilə qeyd etmək istəyərdim ki, Türkiyənin də televiziya kanalları bu prosesdə bizlə çiyin-çiyinə çox fəal oldular və bu bir daha onu göstərdi ki, media güclü olduqda dövlətin haqq sözünü dünyaya çatdırmaq mümkün olur və bunu da peşəkar şəkildə olunan halda bu daha rahat və düzgün təyinatı üzrə informasiyanı çatdırmaq mümkün olur. Və bu baxımdan da biz yenə də qeyd edirəm ki, bizim yeni dövrün yeni çağırışları var. Misal üçün, rəqəmsal transformasiya, süni intellekt və digər məsələlər. Ola bilər ki, burada da biz maksimum öz strategiyamızı elə bir tərzdə qurmalıyıq ki, bax, bu imkanlardan maksimum yararlanmaqla öz peşəkarlığımızın artırılması istiqamətində də öz fəaliyyətimizi belə deyək də yeni kontekstdə, yeni dövrün çağırışlarına uyğun qurmalıyıq. Bax, bu düşünürəm ki, əsas vəzifələrdən biridir və bu da bizdən sonra gələn nəslin qarşısında da duran bir çox vacib bir vəzifələrdir. Yeri gəlmişkən, dünən mən Nizami Kino Mərkəzində deməli uzun Həsən Bayandur sənədli filmin nümayişində iştirak elədim. Azərbaycan televiziyası tərəfindən hazırlanmışdı. Süni intellekt texnologiyalarından istifadə etməli. Səhv eləmirəmsə, bu ilk dəfə olaraq belə bir bədii sənədli film hazırlanıb. Bu texnoloji imkanlardan istifadə etmək. Bu bir çox yaxşı bir örnəkdir və düşünürəm ki, bu da həm də bir göstəricidir ki, yəni bizim dünya inkişaf eləyir, texnologiyalar inkişaf eləyir və media da ona adekvat olaraq öz fəaliyyətini qurmaqla nəticə etməli. Yenə də siz qeyd etdiniz, operativlik, dürüstlük, peşəkarlıq, maarifçilik deməli missiyasını özlərinə götürməkdən çəkinməlidir və daha cəsarətli şəkildə addımlar atıb və dünya media müstəvisinə, mühitinə çıxmaq olduqca vacibdir. Azər müəllim, mən növbəti suala keçid almazdan öncə siz çox geniş və səmimi bir təbrik etdiniz. İki Sahil kollektivi adından sizə təşəkkürümü bildirirəm ki, həm çox gözəl bir təbrik etdiniz. Kollektivi eyni zamanda siz bizim ümumiyyətlə fərqli mövzular ətrafında dəvətlərimizi hər zaman qəbul edirsiniz, geri çevirmirsiniz və dəyərli fikirlərinizi bizimlə bölüşürsünüz. Biz də ona görə sizə ayrıca olaraq... Çox sağ olun. Mən həm də çalışıram bir qədər fərqli kontekstdə bu fikirlərimi, şərhlərimi sizlə bölüşəm. Çox sağ olun. Ona görə biz sizə minnətdarlığımızı bildiririk ki, heç bir zaman geri çevirmirsiniz. İki Sahil kollektivinin demək olar ki, ən doğma ailə üzvlərindən biri kimi. Doğru, tamamdır. Mən elə hiss edirəm. Azər müəllim, siz müasir medianın cəmiyyət qarşısındakı rolundan danışdınız və çıxışınızda rəqəmsal mediaya da toxundunuz. Mən istəyərdim bu istiqamətdə fikirlərinizi bir qədər geniş alaq. Rəqəmsal medianın inkişafı ənənəvi mətbuata necə təsir etdi? Mən düşünürəm ki, informasiyanın emal olunması baxımından
şübhəsiz ki, rəqəmsal texnologiyaların imkanları çox genişdir. Və bu istiqamətdə də biz faktiki olaraq dünyada gedən trendlərə diqqət yetiririk və görürük ki, nəticə etibarilə dünyanın aparıcı media subyektləri məhz bu imkandan maksimum yararlanır. Yəni, burada ümumiyyətlə süni intellekt barədə danışırıq. Süni intellektin bir hüdudları yoxdur. Sadəcə olaraq bir yaradıcılıq tələb olunur ki, bir qarşısına bir insan məqsəd qoysun və bunun üzərindən sonraki mərhələdə də çox yaxşı bir məhsulu da qoymaq olur. Məlumat məhsulunu qoymaq olur ortalığa. Amma siz burada mən əsas fikri nəyə yönləndirmək istəyirəm? Sırf rəqəmsal texnologiyaların o transformasiya dövrünü biz danışarkən. Şübhəsiz ki, vaxt artıq sərhədləri burada silinir. Yəni, çox operativ qaydada, yəni indi biz bunu düzdür, bəzi televiziya kanalları, hətta səhv eləmirəmsə, yadımdan çıxıb hansı kanalda mən onu gördüm, aparıcı xanım da süni intellekt xanımı, yəni bu olmağı planlaşdırılır. Bunun üzərindən deməli verilişlər yayımlanacaqdır. Bu düzdür, müəyyən təhlükələr yaradır o baxımdan ki, burada artıq birbaşa olaraq insan əməyinə minimum istifadə olunacaqdır. Çünki rəqəmsal texnologiyalar tamamilə yeni bir imkanlar yaratmış olur. Amma ki, yenə də biz burada elə bir uyğun və əlverişli bir platformanı bir müəyyənləşdirməliyik ki, nəticə etibarilə bu texnologiyalar bizim öz veriliş hazırlayıb yaymaq imkanlarımızı daha da artırmış olsun. Qeyd etdiyim kimi, burada hüdudlar yoxdur. Yəni, süni intellektin hüdudu yoxdur. Yəni, burada yaradıcılıq hara qədər gedə bilərsə, o qədər onu istifadə etmək imkanları var. Və bu da təbii ki, yeni çağırışları formalaşdırır. Bir tərəfdən sürətlə inkişaf edən həmin dediyimiz rəqəmsal texnologiyalar, digər tərəfdən də bizim media subyektlərində bu imkanlardan istifadə etmək həvəsi və bacarığı. Azərbaycan, bu istiqamətdə Azərbaycan mediasının beynəlxalq informasiya məkanında yerini necə qiymətləndirirsiniz? Təbii ki, indi biz burada hansısa bir reytinq cədvəllərinə baxa bilərik. Biz top 10-luqda, 100-lükdə, 1000-likdə hansı kanalın olub-olmamağına baxa bilərik. Amma bizim media çox sürətlə inkişaf edir. Məsəl üçün 3 il, 5 il, 10 il bundan qabaqki media diqqət yetirirəm. Misal üçün, bugün böyük bir Avrasiya qitəsini əhatə edən bizdə informasiya agentliyi, televiziya kanalı var. Hansı ki, bir neçə dildə dövlətin həyata keçirdiyi islahatlar var əlbəttə. İngilis dilində tam öz verilişlərini quran televiziya kanallarımız var. Bugün artıq, misal üçün, məndə olan məlumata görə, bəlkə də sizdə də bu var informasiya, 2026-cı ilin noyabr ayından etibarən Azərbaycan televiziyası CNN formatına keçidi yəni reallaşdırmalıdır. Bunun üstündə də hazırlıq işləri gedir. Və biz görürük ki, televiziya kanalları artıq o klassik televiziya formatından çıxmış kimi görsənsə də belə o formatı qoruyur, amma bu daha çox texnoloji cəhətdən yenilənmiş bir platformanın qurulduğunu biz görürük. Bu söhbət xarici mediadan gedir. Misal üçün, biz bunu Qərb televiziyasında xüsusilə də görürük. Düzdür, Asiya bəzi televiziya kanallarımızca Yaponiyaya baxsaq, Cənubi Koreyaya baxsaq, Hindistanın özündə də kifayət qədər geniş şəkildə istifadə olunur və bu baxımdan da düşünürəm ki, biz o trendləri mütləq izləməliyik və biz mənim bir çox məşhur bir yanaşmam var. Bunu dilə gətirməkdən çəkinməm. Bir var, zaman bizi qovsun, bir də var biz zamanı o. Mən düşünürəm ki, bax, texnologiyalar da belə. Bir var, texnologiyalar bizi qovsun, bir də var biz texnologiya. Gəlin, yaxşısı budur, biz texnologiyaları qovan olaq. Azərbaycan, sonda gənc jurnalistlərin peşəkar istiqamətdə formalaşması üçün hansı addımlar atılmalıdır, nə kimi tövsiyələr edərsiniz? Nə kimi, ümumiyyətlə burada yanaşma müxtəlif cür ola bilər. Amma mənim həmişə demək istədiyim bir şey var ki, yəni yaxşı peşə sahibi olmaq istəyirsinizsə, çətinliklərdən qorxmamalısınız. Xüsusilə də bu gənclərə aiddir. Çünki bir balaca böyüyəndə, orta yaşa çatanda ailə, uşaqlar, müəyyən problemlər, o qayğılar, o imkan vermir ki, o istədiyini kimi insan öz ideyalarını reallaşdırsın. Xüsusilə də gənclərə aiddir. Yəni, gənclər daim axtarışda olmalıdır, daim öyrənməlidir, daim yeniliyə
can atmalıdırlar. Məsəl üçün, mənim çox saylı nümunələrim var bu baxımdan. Bu keyfiyyətlərə cavab verən gənclər bu gün də öndə gedən gənclərdir və hətta onlar artıq gənc deyirlər, müəyyən deyək, sahələrdə təmsil olunurlar. Amma nə üçün? Çünki zamanında oxumaqdan, çətinliklərdən qorxmayan insanlar olubdur. Daimi üzərində işləməlidir insanlar. İndi düzdür, bugün yenə bir trend var ki, həftə 8, mən 9 kimsə məsəl üçün bir kurs keçir, bir dənə sertifikat alır, Facebookda paylaşır ki, bir sertifikat aldım. Bu yaxşıdır, amma o qazandığın bilikləri praktiki olaraq tətbiq eləməyi də bacarmalısan. Nəzəri mən çox belə wunderkid ola bilərəm, məsələn, istedad və nəzəri biliklərim də aşıb-daşa bilər. Amma əgər mən bunu praktiki olaraq tətbiq edə bilmirəmsə və bu cəmiyyətə yararlı bir fəaliyyət spektrini müəyyənləşdirə bilmirəmsə, təbii ki, mənim biliklərim heç də bu baxımdan. Yəni, burada bir vəhdət olmalıdır və insanlar daim o axtarışda olmalı, yeniliklərdən qorxmalı deyil, yeniliklərə can atmalı və daim təkmilləşdirməlidir özünü. Eyni zamanda cəmiyyət qarşısında olan missiyanın məsuliyyətini dərk etməlidir. Bir mənalı. Azər müəllim, çox maraqlı həmsöhbət olduğunuza görə sizə təşəkkür edirəm. Belə əziz izləyicilər, bir daha xatırladım ki, Milli Mətbuat Günü münasibəti ilə studiyamızın qonağı hörmətli millət vəkili Azər Allahverənov idi. Qonağımızla Azərbaycan mediasının keçdiyi inkişaf yolundan, onların qarşısında duran əsas vəzifələrdən, müasir çağırışlardan və gələcək perspektivlərdən danışdıq. Mən də fürsəti dəyərləndirib milli mətbuatımıza dəyərli töhfələrini verən bütün jurnalistləri və media nümayəndələrini təbrik edirəm. Sizə bu şərəfli və məsuliyyətli fəaliyyətinizdə uğurlar, tükənməz enerji, yeni nailiyyətlər, daim operativ və doğru xəbərlərlə xalqımıza xidmət etməyi arzulayıram. Hər zaman qələminiz iti, sözünüz haqqın səsi olsun. Dəyərli izləyicilərimizin baxışları da siyasi baxışda olsun. Hələlik.